3 dənə dərsim var. Yəni normalda bir dənə dərsim var. Bir dənəsinə enroll ola bilmişəm. Amma 3-ünə gələcəyik. İkisinə yalvaracaq ki, nə olar mənə dərsə götürün. İkisinə də mail atacağım böyük ehtimal. Bir dənəsi tarix dərsidir. Normalda tarix sevən bir insanam, amma bu dərs bir dənəsi neuromorphic bilməm nədir. O biri də fizikadır. Fizika dərsini həqiqətən götürməliyəm, çünki track proqramını tamamlamalıyam. Görək. Və ildə cəmi bir dəfə açılır bu dərs. İldə bir dəfə açırlar. Bayağı böyük bir spektrumdan insanları götürülür o dərsi. Və cəmi 40 nəfərə falan açırlar. The fuck? For daily lives, the most important stuff is when the river will flood, right? Then the tides will change. Çox işləyirmiş kimi görünsəm belə, görünsəmsə də olmaqında olmaq. Çox işləmirəm. Keçən dəfə, bu arada bizim yurtlarda adətən ayrı hamam olmur. Çox vaxt ortaq olur. Yəni, bu da mənim 3 ilimdə ilk dəfə ayrı hamamlı olduğum yataqxana otağıdır. Keçən dəfə bir dənə dostum şey deyir ki, bəs elə biz tətildə qayıtdıq. Deyir ki, bəs evdə olanda yəni hamamın evin içində olmağına o kadar alışdım falan belə. Mən də beləyəm. Yəni bir şey demək istəmirəm çünki yəni imposter kimi şey olmaq istəmədim. Azərbaycanca danışanda fikir verdim ki, mən nə qədər Türkçə və İngiliscə araya var sözlər çox qatırmışam. Bunun fərqinə vardım.
fərqinə vardım. One eternity later. Realize elədimə dəyişəcəkdim, o daha pisdir. Nəysə, fərqinə vardım da qalsın. İşin ən çətin hissəsi səhər oyananda vlog çəkdiyimi xatırlayıb vloguma davam eləməkdir. Çünki az qalsın səhər bütün işlərimi görüb vlog çəkməyəcəkdim. Nahidə idi. Mitskiyə bilet almalıyıq. Pre-sale kodu gəldi. Saat 10'da açılır, saat 9:30'da. Yarım saate girip dostuma ve özüme bilet almalıyım. Wish me luck. Malezya'da yalnız hissettiğinde yazmış o şarkıyı. Nobody mi? Evet. Aa, çok tatlı. Kadın gezmeye gidiyor, yalnız hissediyor, şarkı yazıyor. Yetenek Değişik. işte. O da bir tık fazla kaçırmış yeteneği. Yani Ama iyi çok anlamda. havalı bir şey Evet ya. Taylor da öyle ya, hani hemen gidiyorsun. Bir de yeni Opalite videosunu gördün mü? Evet, çok güzel. Onu da işte çıktığı show'da adam şey diyor, hani bir gün Taylor videosuna çekilir miyim? Manifest gibi manifest. Taylor'ın da orada aklına geliyor, hani niye ben bugün burada olduklarım olan işte şeyleri videomda oynatmıyorum. Öyle yola çıkıyor. Çok güzel bir video. Dersim 2:30'da da ve ben deyəsən biraz tez gəlmişəm. Çünki artıq neçə saatdır buradayım və hələ də buradayım. Və Mitskiyə bilet ala bilmədim. Presale'in de yani 2 gün presale var idi. Bir bugün bir sabah. Sabah Spotify'da, bugün Mitski'nin öz hesabı üzerinden. Yani bu presale için literal əvvəlcədən form falan doldurursan, sonra sana presale kodu gəlir və presale girə bilirsən. Saat 10'da açılırdı. Saat 10'da girdim web sayta. Yani açıq idi. 10'da açdım. Girdim. 3500 liraydı. Hansı ki The Neighborhood 3'ün 2500'e almışdıq. Və fikirləşdim ki, yəqin ki 2500'dən çox olmaz. Amma 3500 idi. Və bastım 3500, okey, kodumu yazdım. Bilet qalmayıb. 10.03 bilet qalmamışdı. The Freak, sonra dedim ki belki sistem error'du. 5400'e ikinci tip bilet var idi. Dedim ki 5400 yoxlayayım. Elə-belə yoxlamaq üçün almayacaqdım. Yəni 3500 verməm üçün, yəni limit idi artıq. 5400 də yox idi. 10.05 5400 bilet yox idi. Monday, 2 weeks. Yeah, so that you give that again as a Videomu editləyirdim və fərqinə vardım ki, birinci gün demək olar ki, heç nə çəkməmişəm. Çünki səhər durdum və vlog çəkdiyim yadımdan çıxdı və vlog çəkdiyim gün orta yadıma düşdü. Ona görə ilk dərs haqqında ümumiyyətlə heç nə yoxdur. Yəni ümumiyyətlə dərslərdə qabağa oturdumsa çox qəribə hiss edirəm. Açıb belə şok deyə telefonu qoyub video çəkmək barəsində. Ona görə sonraki 2 dərsimdə vlog çəkə bilmişəm. Cədvəlimi sizə göstərəcək olsam. Corner. Bu qorxunçluq nədir? Və dünən burada da bir dərs var idi. O getdi. Burada lab var idi. O getdi. Onun yerinə bu dərs gəldi. Çünki God knows bir də o nə vaxt açılacaq. Ona görə hazır açılmışkən götürməliyəm. Gerektiğinde de susabilmesi lazım. Aynen öyle. Değil mi? Evet. Başkasına karşı, hatta durmadan konuşuyorsa konuşsun. Bana karşı. Evet, susmasını bilecek. Nokta. Bu işin raconu budur. Bizden tavsiyeler.
başarının arkasında başarısızlık vardır sonuçta. Kumar oynamayı bırakan insan belki de bir sonraki oyununda kazanacaktır. Erken bırakmıştır kazanımı. Normalde bütün vloglarımda çok danışıyorum ama bu defaki vlogumda hiç danışmadığımın fərqinə vardım. Çünki biraz boş vaxtım var idi və videomu nisbətən başlarını falan bir araya getirip editledim. Ve cidden gördüm ki yani timelapse'de çəkirəm bütün her şeyi ve heç bir şeydə danışmıram. Yani ve fikirləşdim ki ne danışa bilərəm. Çok danışacak bir şey olmadığının da fərqinə vardım. Yani ne bileyim danışma qabiliyyətimi də itirməmişəm. Anyways. Bakayım. Ay bir de videoyu açmış ya. Evet. Ayıp. Neyse. Sonra da şey yapıyormuş. Bunları sesi koyma sakın ha. Tamam. Yeni bir günden hamınızın sabah xeyir. Konuşamadım. Dünən əslində axşam qayıtdım otağıma və çox şey elədim. Pastelimi dəyişdim. Keçən gündən qalan paltarlarımı ütülədim. Dırnaqlarıma lak çəkdim. Bunlar favda yəni. Mən artıq bir silver girl oldum. Bunları hamısını me time eləmə qərarı aldım. Çünki heç bir video çəkmədim. Yəni bəzən də insanın tək olmağa ehtiyacı var. Hava şərtlərinə baxmayaraq çıxma qərarı aldım. Alacağım. Hər şeyi aldım. Sumkamı da doldurdum. Və indi avtobus gözləyirəm. İnternetim olmadığı için vlog çekmeye aklıma geldi, yoksa scrollum geliyəcək. Normalde bugün 6. gündü ve planımda çok bir şey eləmək yox idi. Sadəcə bəzi işlərimi qaydasına qoymaq var idi. Amma bugün hava çox yaxşıdır, bayağı günəşlidir və saat 2'de oyandım bu arada. Çox hype'landım havanı görüb. Çünki günəş görən kimi mənə canlanma gəlir. Və dedim ki, niyə nice bir coffee shop'a gedib normal adam kimi zavtraq eləyim aylar sonra və orada oturup orada işleyeyim. Ruçka yok. Qələm. Özümə canvas belirlədiyim another dəftərim. Burada Koçun saat kuləsini çəkəcəydim, amma yoruldum yəqin 10 dəqiqədən sonra. Bu mənim diary'im. Mən diary yazmağı sevən bir insanam. Mən çox nostaljik bir insanam. Yəni anı qutu vardır. 6. sinifdən bəri diary tutaram. Yəni 11 yaşımdan bəri. Səsim siqaret çəkən dayılar kimi çıxır. Mən çox nostaljik bir insanam. Dediyim kimi. Ardasa ya özümü bildim biləli həmişə anı qutum olub, xatirə qutusu. Yəni sevdiyim bir qutuyu götürdüm. Və onun içinə sevdiyim insanlardan gələn hədiyyələri və xatirələri yığmağa başladım. Hələ də var. Mən buyam. Mən
buyam. Mən buyam. Yəni what can I do sometimes? What can I do sometimes yəni? Əvvəllər günbəgün tuturdum və özümü məcbur eləyirdim ki, hər gün yaz, nə olub, nə bitib. Amma sonra böyüdüm və fərqinə vardım ki, hər gün nə olub bitdiyini yazmağa həmişə, necə deyim, həmişə o mental state-də olmuram ki, həmin gün olan bitən hər şey